Salam dostlar. Neçə vaxt idi ki, yox idim. Yəni bundan sonra da çətin ki olam. Çünki mən millətimin bu qədər zəif olmağını görmək istəmirəm. Mənim millətim tankların qabağına yəni ki söykənən millət idi. Mənim millətim bir-birini qoruyan millət idi. Mənim millətim namuslu millət idi. Amma millətimizi bugünə qoydular, heyf. Millətimiz də buna susdu. Millətimiz onlara şərait yaratdı. Ona görə də ki, mən vallah millətimə nə deyə bilərəm ki, mən bir dənə onu deyə bilərəm ki, Azərbaycanı bugünə qoymağa siz şərait yaratdınız. Onlar da ki, şəraitdən istifadə elədi, milyardları, milyonları su kimi havalara sordu. Mənim sizdən bir ricam var, mənim sizdən bir xahişim var. Siz bir-birinizə yardım eləyin. Yardım deyəndə ki, bir-birinizi biri sözünü demək istəyəndə yanında olun, onu tək qoymayın. Siz tək qoyursunuz. Siz gördünüz ki, birini tutub aparırlar, o dəqiqə özünüzü qaçıb gizlənirsiniz ki, qoy onu apardılar, birdən mənə də bilməzlər apararlar. Elə eləməyin. Bir-iki nəfəri tutmaq asandır, amma xalq ayağa qalxsa, xalq bir yerdə olsa, onda başqadır. Siz deyirsiniz ki, hə, biz qalxırıq. Amma ki, xalq qalxmır. Axı siz də xalqsınız. Biriniz qalxmamalısınız, hamınız qalxmalısınız. Çünki İlham Əliyev hakimiyyəti bu insanları pis günə qoydu, bu insanları bədbəxt elədi. Mən buradan sözüm İlham Əliyevədir. İlham Əliyev, bu nəyin heyfidir sən bu millətdən çıxırsan? Kimin heyfinə çıxırsan? Ona görə də ki, bu milləti bugünə qoyanlar ki var, onların hamısı hal-hazırda məmurlar oturublar taxta tacda, milyardlardan danışırlar, ha, milyonlardan da yox. Yəni ki, birini tutanda milyardlardan tuturlar. Demək, həmin milyardları gözləri kör olub görmürlər də, bu neçə illərdir yığır, amma görən yoxdur. Həmin milyardlarla görün neçə milyon əhali normal yaşaya bilərdi. Artıq nə demək olar, necə demək olar, mən bilmirəm. Baxıram, görürəm ki, TikTokda cavan analar balalarına yemək yedizdirmək üçün pul dilənirlər. Ağlamalı deyil, çətin deyil bu. Siz özünüz hara baxırsınız, siz görmürsünüz bütün bunları. Axı siz hamınız bir yerdə olmasın, bu günləri yaltaqlıq elədiyiniz adam ki var ha, sabahları həmin adam bilmir ki sən kimsən. Amma ki sabahları sənin balon itin əziyyətini çəkəcək. Sənə balon deməyəcək ki, ay ana, ay ata, kör idiniz o vaxtı, bizə hansı devləti siz miras buraxırsınız? Axı biz də insanıq. Sizin hansınızın balası universiteti bitirən kimi işlə təmin olunub. Sizin hansınızın balası vəzifədə oturub, heç birinizin.